ilə bağlı sinif kitabında verilən bir xəritəyə baxmaq istəyirəm sizinlə. Deməli, Təbrizdən Şəkiyə doğru bir ox çəkilib və yazılıb 1409-cu il. Və buradan belə qənaətə gəlmək lazımdır ki, Qara Yusifin dövründə Şəkiyə yürüş var, lakin Şəki tabe edilməyib. Bu birinci məsələ. İkinci məsələ, Təbrizdən Gürcüstana doğru ox gedir və bu ox da bizə bildirir ki, Cahanşahın dövründə 1440-1441-ci illərdə Gürcüstana yürüş olub. Bu ikinci məsələ. Üçüncü məsələ, Cahanşahın Ağqoyunlar üzərinə yürüşü var. Ağqoyunlar üzərində yürüşü var və Muş düzənliyində döyüş baş verib. Bunu bilirsiniz ki, Cahanşah məğlub olub, Uzun Həsən qalib gəlib. Növbəti məsələ Sultan Əhmədin 1410-cu ildə Təbrizə gəlişidir. Bunu yadda saxlayaq. Digər məsələ 53-58-ci il kampaniyasıdır ki, burada hansı ki bilirsiniz ki, İsfahandır, Qum şəhəridir, Yezdir, Şirazdır, Kirmandır, Cahanşahın dövründə Qaraqoyunlulara tabe edilib. Bir digər məsələ də 53-58 kampaniyasında, bu da Teymurlər üzərinə yürüşdür. Herat şəhərinə yürüş və Heratın ələ keçirilməsi.